Mən hələ də mətbəxdəyəm. Salatın inarsız günorta başlamışam, axşamdır uşaq. Bir yandan salatı hazırlayıram, bir yandan da başqa şeyləri hazırlayıram ki, hər şeyi çatdıra bilim. Burada qabları yığmışam. Burada ləvəngin içini hazırlamışam. Qoz, soğan, turşu, duz istiyot. Burada kotlet qızartmışam ki, axşam yeməyinə yemək olsun. Da yumurta var. İçinə öz içindən hazırlayıb qoyacağam. Orada badımcan qızartmışam. Oraya toyuqları çıxardıb qoymuşam ki, yumuşalsınlar, buzluqdaydı. Yumurtaya nə edəcəm? Yumurtanın öz içini çıxardıram. Belə yumurta, mayonez, qoz, şüyüd, yağ, duzunu istiyotunu əlavə edirəm. Qarışdırıram. Bir də sarımsaq əlavə edib qarışdırıram. Sonra özünün içinə yığıram. Artıq qalsa badımcanı da eləyəcəm. Badımcanın yarısını elə istəyirəm eləmək. Yarısını da ləvəngin içi ilə badımcan ləvəngisi kimi də eləmək istəyirəm. İndi baxacağam. Ola bilsin 2 cür eləyim, ola bilsin tək ləvəngili eləyim. Kotleti axşama qızartmışam. Yanına da indi kartof qızardacağam. Hələ qutarmamışam. Bunun içinə turşu xiyarla qaroxunu əlavə eləyəcəm. Mayonezini vurub duzunu, istiyotunu qarışdırıram, bu qutarır. Nəhayət ki. Hələ evin o tərəfini görəsiniz. Bərbad gündədir. Bütün günü kuxnada olmuşam deyə. Mətbəxlə qutarım. Sonra evi plisoslayacağam. Hamamı yumalıyam. Paltarlar var, qatdanası, yulasılar var. Pasteli çıxartmışam, onu üzləməliyəm. Bir sözlə də 1 milyon dənə işim var. Artıq saat neçədir bilmirəm. 18:45, 7-yə qalıb. Mən hələ buradayam. Bu arada mağaza gedib gəlmişəm. Kargoya getmişəm. Haberlikə getmişəm. Belə hamısını çatdırmağa çalışdım. Ona görə bir yandan da belə gecə qalmışam. İşimi qutarım. Bunlar nə edirlər? Bir baxın, burada dağı yaratmışam. Pastel üz dənəsidir, paltarlar qatdanasıdır. Buraya Faberlikdən gətirdiklərim buradadır. Silib salfetini almışam, güzgüləri falan silmək üçün qutarmışdı. Tokda deyil, yox. Sonra burada qatlanacaqlar yenə var. Bir sözlə ev uçur. Nədir ay? Gedim tez salatdan qutarım. Kuxnayla işim qutarsın denə. Sənin yolkaya əl vurmuşdun? Hə? Taxdın yerlə Nazlı. Tamam, şey getirdim. Nəyini ki? İpi burada da ama şey getirdim. Demir. Ak eləyəcəm də indi onun əllərinə. Deməmişəm dəymə yolkaya. Gucci. Əl vurma. Ak eləyərəm. Oğlum senin okulundaki ne? Bu çocuğum. İşıqlarını qoşun baxın. O birisini də qoşun. Nəhayət ki, toyuqları doldurdum. Bu arada mən toyuqların dərilərini üzürəm. Onları yığıram pişiklərə, itlər üçün. Dəri ilə qəti sürətdə nə sos, nə qızartma, nə tabaka, nə heç nə istifadə eləmirəm. Çünki Nazlı xəstələnəndə həkimi demişdi ki, qəti sürətdə istəyir kənd toyuq olsun, istəyir mağaza toyuq olsun, yəni broiler olsun, fərqi yoxdur. Dəri yeməyən çox ziyanlıdır. Mən də o vaxtdan bu vaxta dəri deyilən şey saxlamıram üstündə. Həm də belə çox yaxşı olur. Həm hər tərəfli qızarır, həm içinə də keçir. Belə üstünə falan elədiyim ədviyyatlar çox dadlı olur da, yəni məsləhət eləyəsiniz. Bir üzü qızaracaq, sonra çevirəcəm, o birisi üzündə qızardacam və bitəcək. 3 dənə elədim. İkisi sabahlarım bayramda yemək üçündür. Biri isə Yaşadın işdə işçisi var. Bayramı işdə keçirdəcək. Ona görə də onun üçün elədik ki, o da yesin. Keç Nərgiz cızdadı ora. İndi qoyun bunu pişsin. Bunu Eşada hazırladım. Daha doğrusu ayırdım.
Burada da iki cürdür. Biri dediyim kimi yumurtanın öz içi ilə hazırladığımdır. Bu isə ləvəngi ilə hazırladığımdır. Əlavə olaraq təzədən qoydum duxovkaya bişirdim ki, ləvəngiləri bişmiş olsun. Çünki çiğ olanda o olmur dadı. Burada salatımız hazırdır. Burada da ay duman. Bunlar da pişirlər, pişsinlər. Cizə daha yaxındırmı? Bunlar da burada pişir. Qəşəng pişsinlər. Uşaqlar yemək yeyib. İndi yoldaşıma da yemək verim yesin. O yeyəndə də mən gedim o birisi işlərimi görüm. Hə, verirəm Nərgiz, sənə də abba verirəm. O təzdən acıb Nərgiz sup yeməsə doymur uşaq. Mətbəxi yığışdırdım. Orada toyuq pişməkdədir. Burada bir dənə qab var, o yulasıdır. Hələ yumamışam. Çünki Elşad da yeməyin yesin. Sonra o rezin əlcəklər birazdan atacağım. Aspirator zadı, şkafanın üzüm falan silib bitirəcəm. Əvvəl gedim paltarları buradan yığdırdım. Ay qız. Sallaşma Nazlı. Görsən video çəkirəm. Sənin əllər niyə buz kimi düşünmürsən sən? Cin geldi. Cin gəlib. Buranı yığışdırım, sonra gedim otağa. Nəhayət ki, burada da yatağı üzdədim. Pakrival çəkməyəcəm. Çünki zaten saat neçədir Allah bilir. Baxın, saat 12 işləyib. Başım qarışıb, cimcimələr də hələ oyaqdır. Bunları yatızdırım. Sonra bunları göstərəcəm. Sonra da güzgüləri silim. Təmiz olsun. Evi plisosdamışam. Güzgülər qalıb. Niyə söndürdün işığı? Yandır. Tez bunları çəkim. Temudan belə bir papaq almışam. Özümə almışdım, amma Nazlı keçib dalına. Deyək ki, mən istəyirəm onu. Verim, özümə təzdən sifariş edərəm. Açım. Açdım. Bunları mamam üçün almışam. Yeni il hədiyəsi. Çox qəşəngdir. İnşallah bəyənər. Linkini də qoyaram. Belə biraz böyük sifariş vermişəm ki, istəsə qalın bir şeylə geymək rahat olsun ayağına. İnşallah olar. Eləmə Nərgiz. Bunları da göstərim açmışkən. Bunlar hədiyədir, kişi qoxusudur. Qiyməti nədir indi deməyim. Bunda biri mənimdir, yoldaşım mənə alıb. Birini də gəlinimizə Secret Santa oynamışdıq. Orada hamı bir-birinə fərqli çıxırdı. Yoldaşıma gəlinimiz çıxıbdı. Bu onundur, bundan məndə var. Bu da başqa rəngidir. Onu da özüm üçün seçdim. Pulunu yoldaşım verib. İndi açım görək bunun qoxusu nətərdir. Açamıram. Nəhayət ki, kulübünü aça bildim. Çox qəşəngdir. Allahım. Çok beğendim. Biraz Chanel'i, biraz Gucci'ni hatırlanır. Belə qarışıqdır. Tam mənim xoşladığım kimidir qoxusu. Çox beğendim, qəşəngdir. Sabah istifadə edərəm.
Az qala atırdım bunda zibilə. Bu da gəlməyəcək. Geliyorum. Hədiyələri tökdüm pastelə. Onları yerbəyer eləyirəm. Bunu mən yoldaşıma almışam. Remend içində. Bir də ayaqqabı sifariş eləmişdim. Temudan gəlməyib hələ. Belə toya falan giymək üçün də ayaqqabı. O gəlmədiyinə, çatmadığına əlavə remen aldım. Bunlar hədiyyədir. Demirəm kimədir. Qalsın. Sonra bu Aygünün hədiyyəsidir. Ətirlə tuşu qoydum bunun içinə. Sonra bu mamamın hədiyyəsidir. Mamam mənə çıxıbdı. Mən ona hədiyyə almalıyam. Qardaşım xalama çıxıb. Xalam pul vermişdi ki, qaşa nəsə alam. Böyük qardaşıma. Mən də belə sportiv şalvar aldım. Sonra asla danışıram. Çünki həm yoldaşım onu göyə eşitməsin, həm də uşaqları yatmağa qoymuşam. Mədişlə ailəşindir. Mədinə Nazlıya çıxıbdı. Amma qırğın qiyamət olmasın deyə ailəşinki də həmən günü veriləcək. Qulaq çıxdı bu Mədişə. Nərgizə Fatih çıxıb. Bu Fatihin maşınıdır. Ürəyə gedir pultlu maşınlardan ötürü. İndi onları bükəcəm. Məncə hamısını göstərdim. Belə mənə çıxan mamamdır. Mamamın hədiyyəsi, yoldaşımın hədiyyəsi. Yoldaşım mənə ətir almışdı, göstərdim. Yoldaşıma gəlinimiz çıxıbdı. Gəlinimizin hədiyyəsi. Belə. İndi tez bunları pakovka eləyim, yığışdırım. Aygün üçün belə bir balaca boks hazırladım. Ətir, tuş, kəpənək. Bu da şamdır. Ay və gün. Baxın, nə qəşəngdir. Bunu da buraya əlavə elədim. Məncə çox bəyənər. Aygün ətirləri çox sevdiyinə görə bu da onun hədiyyəsi. Duxunun qutusunu atası olmadı. Dedim içində saxlayam. Burada güzgünü sildim. Güzgün önünü sildim. Hətta şkafların üstlərini sildim. Hər yerini sildim. Çünki hər yer Nərgizin barmaq izləri, əl izləri olur. Burada da güzgünü, şkafı hər yeri sildim. İş görə çəkə bilmirəm. Çünki istəyirəm tez qutarsın. Çünki çox dedim. Saat görsüz neçədir? 2-yə qalıb. Mən hələ hamamı yuyacam. Hələ özüm yuyunacam. Yəni ki, hələ tam bitməyib işim. Mətbəx şkaflarını da sildim. Düzdür, yoldaşım indi orada pendir qızartdı. Yoldaşım burada pendir qızardı. Ona görə təzədən qazın üstünü siləsiyəm. Qıraq bucağı sildim, qazın üstü qaldı. Su qabını, sürahini yumalıyam, bunu yumalıyam. Burada bir dənə qab var. Pendir qızardanda bulayıb onu yuyasıyam. Yuxarı şkafları sildim, aspiratörü falan sildim. Düzdür, altını çıxardıb yumadım, o qabıya maşını qoşanda. Bu səbəti bura qoymuşam, çünki sabahlarım içinə gedəcəklər qoyacam. Ləvəngidir, salatdır, birisi bu birisi. İndi qaralar qoşacam yuyulmaq üçün. Ağları yuyulub sərmişəm. Buranı da sildim. Bu silib iynə sildim. Həm yeri, həm bu dolabların, maşınların üstünü, üzünü, gözünü. Dən bunlar qalıb yuyulası. Bunlar qazdan da soysun, sonra yuyacam ona görə. Burada yer tam qurusun.
Buranın da divanın üstünü çırpdım, təzədən saldım. Biraz da səhər açılacaq, mən elə yatmamışam, saat 5-ə işləyib. Nəhayət ki, kuxnada qabları da yudum, hamamı da yudum. O aparatı oradan götürmürəm. Çünki ayağımın altında duzlaşma var, taban hissəmdə falan. Masaj deyib həkim. Əgər tam belə deyək də yoxlanışa gedəndə hələ də orada olsa, keçmiş olmasalar, onda maqnit terapiya mı dedi, nə dedi, nəysə aparat var. Ondan o duzları mı deyim, nəyi mi deyim, nəysə də bəlkə məni ondan dağıdırlarmış, nətərsə bilmirəm indi. Eləyirəm, düzdür, eləyəndən sonra bir müddət ağrıyır. Ağrı kəsici mazla eləmək lazımdır. Gərək ağrı kəsici maz alım. Yenə də hərdən birdən eləyirəm, çünki eləyəndə ağrıyır. Nərgizin oyuncaqlarını yığışdırmışıq. Bura yoldaşımın kurtkasını gətirdim, astım, yumuşam. Quruyubdu, bir balaca belə havanın nəmliyi var. Dedim, atapleyin üstündə tam yaxşı qurusun. Otağı toz soranlamışam, ortalığı yığışdırmışam. İndi işıqları çıxardacağım. İşıqlardan biri batareyanındır, digəri isə USB ilə televizorun arxasındakı USB hissəyə taxıram. Elə orada yanılı qalır. Bu da gecə görüntüsü. Bu arada qızlar, bayramınız mübarək, yeni iliniz mübarək. İnşallah xeyirli gəlsin il. Çox gözəl günlər keçsin. Sabahlarım biz xalamgildə olacağıq. Yəni yoldaşımın ailə evi deyim. Çünki mən ailə evimiz deyəndə bəzi izləyicilər gəlir, xoşa gəlməz rəylər yazırlar. Xoşlarına gəlmir mənim elə deməyim. Yəni ki, belə orada qeyd eləyəcəyik. Bişirdiyimiz yeməkləri ora aparacağıq. Bölüşmüşük. Mamam gildə ora gələcək. Qardaşlarım da gələcək. Yoldaşları, ailəsi, hamımız orada qeyd eləyəcəyik. Bir yerə orada yığışacağıq. Hər bir şey bişirib aparacaq ki, həm xalam narahatdır, hazırlaya bilmir, həm də iltim 3 uşaqla çətindir onun üçün, həm də balacamız əməliyyatlıdır. Belə yolkaları da söndürüm. Bu batareyanındır. O birində televizorun arxasından söndürəcəm. Kızlarımı besledim. Kaldım özüm. Yüzüne bakın. Bunun yüzüne gözüne bakın. Hissesine bakın. Eleme. Parmaklama. Bakak. Sakla. Elə qoymadı, qıraqdan. Nergiz verir axı, verməyəcək. Fatih. Bibiyə gəl. Bax, Nergiz səni alıbdı. Getir. Sən kim düşüb? Gözdə verəcək. Hadi tutacağım buram. Verdi de verdi. Nergiz vermir. Karış kuruş oldusun. Ailişindi. Ver Ailişe. Fatih ver hayatım. Ailişe apar ver Ömüş'e sen de ona. Ömer. Aynen, ama bunu Ömer'e ver. Karıştılar olar. Ailenin başı karşı. Hə. Mədinə. Ömer kimi çağırır? Mədinə. Aygün Ömer kimi çağırır? Hanı? Əlindəkilər hanı? Mədinənin əlindəki Dayanırlar. Mədişində o. Sən də üstünü çağır. Ver aslında. Gitme.
Gedin o bir otaqda açın gəlirəm. Gedin ora. Onu da götür. Süphan'a ver. Cansınlar bir Sübhan. Bu da Süphanın. Süphan sen Nergiz'e ver. Nergis gel. Nəgiz? Nergis gel. Ver. Nergis geçsin. Nergiz yapar da. Allah Nergis. Davay gəlin gedək ora indi. Açmısınız? Nədir? Günler uydurulan şeyi gözde hep gözde. Qəşəng demədik. Bu tulkadır hemen. Deyəm bibi qurban açım. Ben dedim bunu. Hə, tax qulağı var. Onu nətər açırlar? Bu da belə. Oy. O belin altısı. Bak tasma beder. Nətərsə elə açılır. Birinci oradan. Ayliş baxım sənə. Ana biz de açtık ha. Aç da, çıxart da kukubu. Ay Allah. Götür. Ayliş, daç çıxsın kuku. Aa. Kim qaldı? Səndə nədir Ayhan? Koku. Səndə nədir? Səndə də kokudur. Onda da kokudur. Sonra nə? Kim qaldı? Ömər. Püftü maşın. Sonra kim qaldı? Həyatın hədiyəsi. Koyarsan yukarı. Oo. Ay canım. Kes stakanı koy bunun içine ama. Ben de hediyemi paylamak istiyorum. İndi paylayarsan. Vallahi. Gözlüyün nənə paydarka verir. Sıraya düzülün. Nene geldi. Evet, bu itece. Bak gördün mü? Ayliş kukun. Otaklar gibi. Sen de Ayhan. Ala kuku su doldurarsan. Al əlində saxla, hə? Bu gede yiyor. Gede yiyor. Qarış quruş oldu. Nə çəkdim özüm də bilmirəm uje. Bana ne? Cavidanı fikirləşən olub. Bediş. Bədiş. Ay Bediş. Mədiş nənə. Al diye verim. Nazlı. Medişin kimsin? Ailənin o birisi hədiyəsi. Ayliş. Ailəyə də almışıq da qulaqçıq. Sübhan, yolkanın yanında şkaf var. Onun üstündə bir dənə də padarka var. Gətir onu. Şimdi de böyle. Sen böyle verir bak. Böylesen büyük kardeşine. Yaşı. Geleceksin İgro oynayacaksın. Bak böylesen kardeşine. Gidersin İgro oynayacaksın. Hamısını da verip gidersin İgro oynayacaksın. Yo, o deyil. Anneye ver. O birisi. Anaya tak. Fatihin də olar. 5 manatı verir, 5 manatı al. Ver mənə. Allah Aylin. Bunlar şeydir də, əkiz bacılar. Birindən alın, o birisinə də alarsan gerək. Yoxsa qırğın düşür. Gedeydi böylere. Gəl bibi açsın, sən də tax. Azizler. Yaxındandır. Havasıyım havası. Ki hala iş kim kal elimlerdi. Hə.
xətlə çal. Abi iyileş. Kenan aç. Akif təbriklər. Matematik. Eylül'ler mi? Buradayız. Gəlin. Eylül'ler mi siz gel. Əlindən götürməyin. Sağlık gizlədirdi, gizli. Biraz pauza Bək yapalım. gizlədim. Neysə, gəlir də. O hara gizlətmirsən? Harda güzel. Qazıb bastırıb. Neyini? Gel buraya. Orada nə var? Sen hediye verin. Kim verir? Ben. Niyə? Beni görürdü. Mən neyi Eləydim. yeməyə? Yox. Sən qəvə alırsan, sana kimə verərsən, ona verərsən. Ay ne çağırıyorsun? Sağ ol, çox sağ ol. Sağ ol. Bir şeydən. Mən də sənə təbrik Sağ ol. edirəm. Görüşət meskisə. Görüşə olacaq layında. Var bir belə. Yox. İndi məndən verir. Hə, çağır da. Bunlar keçən ildə belə düşmüşdülər. Kənanla Gülnar Agillə yaşayır. Şeydən bura biz də işlətək. Həmən adamlar evet. Sağ ol, çok sağ ol. Paylaş, sponsorlu. Böyle istifadə edə. Keçən kim bu tərəfə? Nara gedirsən ay bacı? Hə, xalaya gedir. Şo, burada qutardı. Nətər oldu? Hemşe bizden inşallah. Nəsə düz olmadı axı. Olmadı. İndi kim qaldı? Yox. Bir nəfər başlasında sıxıntı yox. İndi birimiz çıxın da. Kimin əlində hədiyyə qalır? Sən də qalır. Şahin Mən- qalır, bir qayrəmi qalır. Sən qalmısan. Mama verib kiməsə? Sən Hə, onda mən verim. Düşmüştüm eve. Sen Canan ben sağ ol. Sən hələ saxla. Get, ikinci tur. Gələ. Ki mutlu sənələrə. Ver kimə verəsən hədiyyə ver. Mən kimə? Şahin. Hədiyyəni də sonra. Hələ bax. Papa. Papa. Haa, o sana verdin ha, arkadan başa düştüm. Baş dönə. Hoş geldin. Acil şey götürməsin, ürək. Ürək deyil, sonsuzluq mənə. Yox, ürək götürməsin. Hə, yaman. Papıya mənəm. Mən gəlib sən mənim otelə bəsdir. Yox, o eləmə, söhbət. O söhbət eləmə. Yox. Bunlar ikisi bir-birinə düşüblər. Bir-birinə düşüblər. Hə. Siyah qutardı. Ay, siz necə bir-birinizə düşə bilərsiniz? Qatar. Da sən. Sağ ol. Mənə düşməyib, yox. O mənim padarkamı evdə verib. Dayanamdır, ona baxır. Bu level söhbəti. O lev idi. O da dayanamır. Hadi, hədiyyələrə baxaq. Doğru bak. Yox, kartdır. Yox, zajgalka ilə şey. Nasıl oku hele? Yavaş içelim. Canım oğlum. Şahinə. nə? Şahin. Ele yok. Sen ele yok. Tak, Şahin için gördük. Sonra kimin hədiyəsi var? Kim açır? Sigara çıkar. Bunu böyle Mübarəkdir. Onda evin əlləri Sən cır deyə qız. Sırdım heyecanlı verin. Merak ediyorsun. Sən padarkan. He, soktuğum. Sonra. De Canan padarkası şalvar. Aha. Şabar. Şalvar. Şabar. Sonra kim? Kim açdı? Çəkdin bunu? Onu çəkdim hə. Onu çəkdim. Aç. Açır. Kaş. Sağ ol, hayır, sağ ol. Da
Leyla xalanın. Sonra kim qaldı? Kimi çəkmədim? Allah. Ne kız kaldı? Leyla ilə Elvin. Niyə açmırsınız fədakalarınızı? Ben açtım. Mən niyə görmədim ki? Risk atsınlar dolar. Açtım gel bana. Ayakkabı yok şey. Hə. Ya baba sen açana kimi bunu çəkeyim. Bəyəndin? Heç mən bilmirəm. Kim alır seni? Leyla. Karı koca birbirlərinə düşüblər. Elvin alıp karısını. Dava hədiyyələrimizi götürün. Ne hanım? Ceyin görək. Olma kala. Kaldın nasıl da oku? Yok. Ne oldu? Ne böyle olacak? Olur ayaqla. Ben kendine dedim de. İpi bağlanmayıb ha. Ben bunu işe giyerim. Ben gelirsen kabele. Sen de iki gel böyle yap. Evet. Remil. Bak Merve. Ha? Yonkalar veriyoruz. Değil çocuklar. Mübarəkdir. Mübarektir. Ha geldin mi? Şey, hamı göstərdi. Hə. Akşam gidip sana. Poza verin. Yaxşı şükür Allah'a. Sesim kırılır gelir. Burada kim yemək yeyib? Hadi. Kızım, ne yapıyorsun? Limpar tatlısı. Bu nedir su axır üstümüze? Deyirəm, bu nedir? Ulan sana. Ay bala. Kompatın. O seni gözləyirlər orada. Mən də deyirəm yağış yağır. Sən demə limpar atır oradan yuxarıdan. Nazlı başın üşümür. O birini patlattım, bu patladan bunu. Yo yo istemiyorum. Mağa verme. Dem onu patladım ya. Tebrikler. Tebrikler. Şey, tamam eve.